Salamlar, hər kəsi xoş gördük. Kanalımıza xoş gəlmisiniz. Bugün 5 fevral kubok oyunlarını dəyərləndirəcəyik. Çünki kubok oyunlarından başqa oyun yoxdur. Əsas liqalar isə sabahdan başlanacaq. Ərəbistan liqası da var. Sadəcə Ərəbistan liqasından uzaq durmağınızı tövsiyə edirəm. Bu liqada bilinmir nə olur. Bildiyiniz deyimlə bu liqada qumar gedir. Axırıncı videoda 5 oyun təqdim etmişdim. Bu 5 oyundan 4-ü gəldi. Biri gəlmədi. Bu da Wolfsburg oyunuydu. Yandırdı. Çox təəssüf. Keçək bu gün oyunlarına. Bugün 5 dənə oyun verəcəm sizə. Yenə deyirəm kubok oyunlardır. Qəliz oyunlardır, amma biz seçimimizi verək, hər şey ola bilər. İlk oyunumuz saat 19:00-da Türkiyə kubokundandır. Kozerspor Beşiktaş oyunu var. Bu oyundan mənim gözləntim hesab 1-1-də qala bilər deyə x2 plus 1.5 üstü. Yəni Beşiktaş uduzmaz və oyunda 2 top olar. Yəni 1-1-də qala bilər deyə verirəm bu seçimi. Əlbəttə ki, risk eləyənlər Beşiktaşın 2 topun və yaxud da ki, Beşiktaşın qələbəsinə də gedə bilər. Mənim əsas seçimim Beşiktaş uduzmaz və oyunda 2 top olar. Keçək ikinci oyunumuza. İkinci oyunumuz saat 23:00-da başlayır. Hollandiya kubok oyunu Telstar Go Eagles komandası ilə oynayır. Bu iki klub da müdafiəyə o qədər fikir verən klub deyil və açıq oyun oynayırlar. Düşüncəm bu oyunda gol rahat gələcək. Hətta birinci isə gol da izləyə bilərik. Əsas seçimim gol-goldur. İstəyənlər 2.5 üstə dəyərləndirə bilər. Keçək üçüncü oyunumuza. Üçüncü oyunumuz isə İspaniya Copa del Rey'dən Real Betis Atletico Madrid oynadı. Bu oyundan mənim gözləntim gol-goldur. Keçək dördüncü oyunumuza. Dördüncü oyunumuz Fransa kubok oyunudur. Strasbourg Monaco. İki klub da gol vurmağı sevir. Bu oyunda gol olmasa əlbəttə ki, böyük günah olar. Düşüncəm bu oyunla gol-goldur. İstəyənlər 2.5 üstə dəyərləndirə bilər. Və bugünün son oyununa gələk. 5-ci oyunumuz. Bu da saat 00:00-da start verir. Bu oyun Atalanta Juventus oyunudur. Bu oyun çox qəliz oyundur. Yəni bu oyunun içindən necə çıxmaq olar? Ancaq gol-golla çıxmaq olar düşüncəm. Yəni 2.5 üstə də getmək olmaz. Riskli gəlir. Çünki oyun 1-1-də qala bilər. Kubok oyununda iki klubla savaşsa risksiz oyun oynasın. Gol belə riskli bu oyunun, amma mənim seçimim bu oyundan gol-goldur əlbəttə ki. İstəyənlər kornerə və yaxud da ki, hər hansı klubun bir qoluna da gedə bilər. Mənim işim isə bu oyundan gol-goldur. Bugünlük seçimlərimiz bu qədər. Dəyərləndirənlərə xeyirli olsun.